Və aleyküməssələm və rəhmətullah. Qardaş soruşur ki, bir qardaş hər il Qurban bayramında qurban kəsir və həmçinin o qardaşın boynunda əqiq qurbanları da var. Yəni neçə il bundan öncə övladı olub, hələm də o əqiq qurbanlarını kəsməyib. Və lakin hər il Qurban bayramında qurban kəsir. İndi o qardaş nə etməlidir? Yəni bu Qurban bayramında və ümumiyyətlə nə etməlidir? Təbii ki, o qardaş o əqiq qurbanını gərək kəsə. Yəni onun üçün öncül olan, ilk növbədə olan budur. Qurban bayramında kəsiləcək heyvan alimlərin əksəriyyətinə görə bunun hökmü sünnədir, müstəhəbdir, vacib deyil. Yəni kəsməsə belə günaha girmir. Və lakin əqiq baxma ki, onun da hökmündə alimlər ixtilaf ediblər, amma səhih olan budur ki, vacibdir. Ona görə gərək birinci vacibə əməl edə, əqiq qurbanını gərək kəsə. Bu məsələnin birinci tərəfi və məsələnin ikinci tərəfi də Qurban bayramında kəsiləcək heyvan belədir ki, bu hər il təkrarlanır. Hər il bu Qurban bayramı təkrarlanır. İnsan imkanı olar kəsər, imkanı olmaz kəsməz, onsuz da hökmü sünnədir, müstəhəbdir. Hətta kəsməsə belə günaha girmir. Lakin əqiq isə kişinin boynundadır. Və o insanın ömründə bir dəfə olur. Övladı dünyaya gəldiyinə görə, qız uşağına görə bir, oğlan uşağına görə 2 heyvan kəsməsi və Allahın ona verdiyi o ruziya, o nemətə, o övlad nemətinə görə Rəbbinə şükür etməsinin bir göstəricisidir. Gərək bunu gecikdirməsin və ilk növbədə, birinci növbədə gərək əqiq heyvanı kəssin. Və doğrusunu Allah bilir.